Qardaş soruşur ki, nəfsim nə isə istəyirsə və onu almağa imkanım olsa, lakin almasam nəfsimə zülm etmiş və günah qazanmış olaramı? Qardaşlarım, insanın istədiyi bir şeyi almaması və ya onu yeməməsi və ya dadmaması nəfsinə zülm sayılmaz və insan bununla da günah daşımaz. Lakin qardaşlarım, insanın zülm etməsi və nəfsini alçaltması və günah qazanması Allahın əmr etmədiyi və Allahın istəmədiklərini yeməklə və ya qazanmaqla və ya bədənə verməklə olur. Zülmün ən böyüyü də budur. Allahın əmrlərinə qarşı gəlmək və həmçinin günahları etmək. Lakin qardaşlarım, insan onun gündəlik ehtiyacı olan və tələbatı olan bir şeyləri yeməli, ondan etiraz etməməli. Muhammed sallallahu aleyhi ve sellem qardaşlarım, halal olan heç bir şeydən və əlində olan və imkanı olan və yeməsini və içməsini israf etmədən, artıq olmadan, qədərindən çox keçmədən hər bir Allahın verdiyi nemətdən dadmış və yemişdir. Ət olduğu zaman ət yemiş, xurma olduğu zaman xurma yemiş və digər yeməklər qardaşlarım. Amma insana vacib olan günahların tərkidir. Haram olan şeylərin ondan uzaq durulmasıdır. Allah daha gözəl bilir.